Eşq olsun. Salam müəllim, xoş gördük. Necəsiz? Teşekkürler. Keyfiniz, əhvalınız necədir? Siz necəsiz? Sizi gördük, xoş oldu müəllim. Ben de Necəsiz? çok hoş oldu. Keyfiniz, əhvalınız necədir? Teşekkürler. Bir vəd vermişdiniz ki, inşallah universitet açılanda mən orada işləyəcəm. Mən də vəd vermişdim ki, inşallah müəllim gedəndə mən də gelib çəkəcəm. Doğru. Siz vədinizə yerinə yetirdiniz, mən də vədimi yerinə yetirdim. Bəli, tamamən doğru bir şeydir. İnşallah daha detallı danışacağız. Əlbəttə. Neyə müəllim, hara yaxınlaşaq, harda çəkiliş üçün uyğun görürsünüz? Kitabxanaya baxmaq istəyərdiniz yoxsa? Çox istəyirəm, hə. Kitabxanaya da baxmaq istəyirəm. Çünki orada sizin bağışladığınız kitablar da var da, kitabxanaya şəxsi. Siz əvvəl başladınız. Hər şeyi öyrənib gəlmisiniz. Bu mənim üçün də çox xoşdur. Hər istəsəz, bundan sonraki dərsdə də bir 2 kadr götürə bilərsiniz. 100% mənim xahiş eləyəcək. Sizdə indi hal-hazırda imtahan sessiyasına az qalıb, düzdür? İmtahan sessiyası ayın 5-dən etibarən başlayacaq. Ayın 5-i başlayacaq. Sizin fərqli o imtahan metodlarınız var idi. Mən o açıq open book. Open book'u da istirdim çəkim. Doğrudur. Amma normalda çox da Azərbaycanda istifadə tətbiq olunmayan bir metoddur, amma insanın biliyini tam olaraq o belə o təhlil xüsusiyyətlərini göstərmək üçün çox ideal bir metoddur. Amma məsələ burasındadır ki, biraz daha çətindir. Niyə? Çünki 30 tələbə var və 30 tələbənin hamısı kitabla təmin olunduq. Bu baxımdan biraz çətin, amma biz bunu elədik. Bu metodda tətbiq elədik. Ümumiyyətlə biz xoşlayırıq ki, dərslərimiz praktiki keçsin. Məndə mənbəşünaslılıqdır. Mənbəşünaslıq ümumiyyətlə praktika sevir. Bəs mən burada çətin deyil, mənbəşünaslığı praktiki olaraq tətbiq etmək. Məsələn, hara yönəldirsiniz? Uşaqları burada hansı, burada o əlçatanlıq var məsələn. Buradakı məsələn sənədlər yox. Əksəriyyət burada hamısı Bakıdadır da, ona görə. İlk baxışdan tamamən haqlıdır biz. Hə, buyurun. Tamamən haqlı vurğuluyursunuz bunda, bu baxımdan. Məsələ burasındadır ki, indi çox şey digital şəkildədir. Bəli. Ona görə birincisi, bizim əlimizdə əgər bu fotodursa və yaxud da ki, canlı təbiətlə bağlı, çünki mənbəşünaslıq sadəcə olaraq əlyazmalarda olan şey deyil. Əlyazmalarla bağlı bir məsələ deyil. Foto mənbələr var. Sonra indi biz ötən dəfə bayaqları biz şifahi mənbə ilə işlədik. Bu bizim kitabxanamızdır. Salam, necəsiz? Vaxt keçirmiş olduğum yer. Sizin ümumiyyətlə bütün hər vaxtınız ya öz kitabxananızda ya buranın kitabxanasında keçir. Buyurun müəllim, buyurun. Rahatlıq tapdığım yerlərdən. Salam, necəsiz? Xoş gəldiniz. Salam, xoş gəldiniz. Salam, yorulmayasınız. Təşəkkürlər. Və eyni zamanda da bizim aparacağım bizim orada müəllimlər üçün də var, bura tələbələr üçündür. Və çox da zəngindir bu arada. Bəlkə də Azərbaycan bir çox universitetlərindən daha zəngin kitabxanalar var. Mənim üçün bilirsiniz nə maraqlıdır? Bu məsələn xüsusilə sizin bura bağışladığınız, ərmağan elədiyiniz kitablar. Burada bilmirəm indi harda tapa biləcəyikmi? Nəyi bağışladınız və nə üçün bağışladınız? Yaxın dostum olsa, kitab vermək heç xoşlamıram. Mən. Hətta ödünç verməyi belə xoşlamıram. Amma İş Qarabağ Universiteti olunca və buradakı tələbələrin o əzmini görüncə istər-istəməz məcbur deməkdir. Yəni sevərək, ürəyindən, burasından gələrək kitab hədiyyə eləyirsən və düşünəndə ki, artıq oxuyurlar və bu onlar üçün nəsə böyük bir xeyir olacaq. Bu adam o qədər gözəl zövq verir həqiqətən də. Bəs mən tələbələrimiz işləyirlər, bizim müəllimlər işləyən yerdə var, əgər baxmaq istəsəniz. Hə, zəhmət olmasa. Bəs mən bu hansı kitabları bağışlamışdınız? Onlar mən bilirsiniz daha çox tarixi qaynaqlar alıram və o tarixi qaynaqlardan hansı ki, məsəl üçün Herodot var, Platon var, yaxud da ki, çox çətin tapılan Kitab-ı Bəhriyyə var, Piri Rəis. Kitab-ı Bəhriyyə, Osmanlının məşhur Piri Rəis. Özdəki çox əski nəşrlərdən biridir. Onu bağışlamışsınız Qarabağ Universiteti. 100% elədi. Mən orada görmədim, görsəydim göstərərdim, amma o qədər də önəmli deyil. Əsas odur ki, tələbələr görürlər və oxuyurlar. Burada isə bizim müəllimlər çalışırlar. İstəyirsiniz gəlin bir. Buyurun. Buyurun, öndən buyurun. Çox sağ olun. Təşəkkürlər. Burada da bizim müəllimlərimiz işləyirlər. Boş vaxtlarımızı burada keçirdirik. İmtahan sualları hazırlanması, ondan sonra
kompüterlə əgər bizim bir işimiz varsa, ya bir slayd hazırlayacağıqsa, əyləşəm mənim burada Buyurun. müvəqqəti. Mən də bunu belə qoyum. yenilər əfəsidir. Hə, lap gözəl. Məsələn, sizin elə kitabxanadaykən bu sualı verim də. Sizin bir çarpaz oxuma metodlarınız var da, özünüzə məxsus. 3-4 müxtəlif mənbəni eyni vaxtda, yəni kitabı eyni vaxtda mütaliə edirsiniz. Bunu tələbələrə necə aşılamaq olar? Bunu necə öyrədirsiniz? Ümumiyyətlə çarpaz oxuma nədir? Bu birinci ədəbiyyat oxumaqdan başlayır. Əgər klassik, o bizim bildiyimiz o çətin tarixi qaynaq əgər görməyiblərsə, onda ən azı 2 romanı eyni anda oxusunlar. Günü bölmək lazımdır müəyyən bir hissəyə. Çünki bilirsiniz necədir? Çarpaz oxumanın yaranmasının əsas səbəbi budur ki, biz tarixçilikdə bir qaynaqla kifayətlənmirik və hər hansı bir fakt bizim üçün yetərli deyil. Bunun ən azından olmalıdır 3 və ya 4 faktla təsdiqlənməsi. İstər-istəməz bu da istəyir bizi artıq belə deyək də məcbur eləyir ki, bir neçə kitaba eyni anda baxılsın və bu sonradan vərdiş yaranır və istər-istəməz danışanda da biri var ki, bir mənbə əsasında danışasan, biri var ki, bir neçə mənbə əsasında danışasan və bu da sənin işinin bir parçası olunca istər-istəməz çarpaz oxuma metodundan istifadə edirsən. Bunun ən üstü cəhəti nədir? Maraq, yəni eyni şey oxuyub sıxıcı olduğu zaman axmır və eyni zamanda sənin verimliliyin də bir o qədər də üst səviyyədə olmur. Bir kitab oxuduğun zaman, ümumiyyətlə insan 30 dəqiqə eyni şeylə məşğul olduqda artıq onda yorulma olur və verimliliyi azalır. Bunun üçün lazımdır ki, müxtəlif kitablara baxılsın. Deməli, çarpaz oxuma standart oxumadan daha əslində bir məlumatı öyrənmək üçün daha verimlidir. Məlumatdan ziyadə bir də ki, çarpaz oxumanın, əgər sən 5 dənə mənbə oxuyursansa, 5-ci olsun bir ədəbiyyat nümunəsi. Həmin o 5 dənə oxuduğun o ağır yüklü və fakt dolu əsərlər yanı sıra hər hansı bir poetik bir şey oxumaq sənin beynində disbalans yaradır və disbalans yaratdığına görə də sən ümumiyyətlə az yorulursan. Və xüsusilə, məsələn, mənə elə gəlir ki, tarixçilər, gənc tarixçilər, tarixə həvəsi olan, gələcəkdə özünü tarixşünaslıq elmində görən tələbələr bu istiqamətə yönəlməlidirlər. Çünki müxtəlif tarix kitablarında eyni faktların müxtəlif cür yazıldığı müşahidə olunur. Biz bu xüsusən Osmanlı tarixində görürük ki, Bizans qaynaqlarına Osmanlı qaynaqları daban-dabana ziddi olur. Qarşılıqlı mənbələr əsasında oxumaq uşaqlarda müqayisəli təhlil metodunun tətbiqini və ümumiyyətlə müqayisəli yanaşmanı necə inkişaf elətdirir? Bu o qədər problemli məsələdir ki, çünki hal-hazırda insanlar məqalə yazırlar, ya kitab yazırlar, yaxud da ki, bir mətn hazırlayırlar. Bunu ümumiyyətlə deyil müqayisəli demək, təhlil metodu bu ən bilinən metoddur. Bunun o qədər çox, bəlkə 30-a yaxın bizim tarixi tədqiqat metodu var və bunlardan heç birindən istifadə olunmur. Ümumiyyətlə, son vaxtlar əsərlərə mən diqqət yetirəndə görürəm ki, sadəcə olaraq təsvir metodu. Təsvir nədir? Bilirsiniz, mənbədən götürürsən, ard-arda yığırsan və bu araşdırma deyil, tədqiqat deyil. Tədqiqat odur ki, ən azı bir 3-4 metoddan istifadə olunsun ki, bir də bu sizin dediyiniz olan o müqayisəli təhlil metodudur. Hansı ki, real nəticəni əldə eləmək üçün olduqca vacibdir. Çünki bütün mənbə eyni şey demir və bəzən çox asan gəlir insanlara. Bu qədər də asan məsələ deyil. Yəni, bir faktı tapmaq bir o qədər də asan deyil. Yəni, hər tarix kitabı oxuyan da tarix yaza bilmir. Bu mümkün deyil, bilməməlidir də, normalı da budur. Çünki bir faktı tapmaq üçün bir hadisə, bir mənbədə bir cür təsvir oluna bilər, başqa bir mənbədə bir cür təsvir oluna bilər. Birinin müəllif, belə deyək, orta çağdır. Tutalım ki, Abbasdan yazır, Abbasa yaxın bir vəzifədə işləmiş ola bilər. Bu Abbasın heç şübhəsiz ki, Şah Abbas birdən gedir. Bunun qüsurlarını göstərməyəcək. Ona görə də lazımdır ki, uzaq bir mənbə. Xüsusən Rumlu ilə Müşinin yazılarındakı fərqlilik bizə tamamən fərqlidir. Bəli, tamamən fərqlidir. Çünki Rumlu saraya bir o qədər də yaxın deyil. Həm də ki, belə deyək də, o yazdığı dönəmlə bağlı olan məlumatlarda, amma İskəndər bəy Müşi daha saraya
yaxındır və buna alternativ olaraq bir çox mənbələr vardır ki, səyahətnamələr məsələn, bunlar tamamilə obyektivdir, çünki gördüklərini yazırlar. Yəni ona görə də bu müqayisəli təhlil metodu həddən artıq bizim üçün əlçatan və eyni zamanda hər kəsin istifadə etməli olduğu gərəkən bir şeydir. Qarabağ Universitetinin sadəcə kitabxanasını digər universitetlərin kitabxanasından fərqləndirən özəllik varmı ki, biz məsələn bunu məhz deyə bilərik ki, bu şeylər sadəcə Qarabağ Universitetinin kitabxanasındadır. Ya zənginliyinə görə ola bilər, ya nadir tapıntı kitablara görə olar. Əslində az öncə dediyiniz o Bahriyə kitabı kifayət qədər Piri Rəisin əsəri kifayət qədər nadir tapıntıdır. Çox nadir tapılan. Amma başqa məsələn varmı? Böyük bir məbləğləri olan kitablardır. Bəli. Və bilirsiniz bu bir neçə məsələ var. Birini siz öldü gördünüz. Digər universitetin kitabxanalarında bir kitab götürmək üçün burada bürokratik əngəllər vardır. Ən azı bir neçə sənəd doldurmaq lazımdır, blank doldurmaq lazımdır və eyni zamanda da belə deyək də sonra o kitabı sifariş vermək lazımdır. Sonra artıq o kitab müəyyən bir müddətdən sonra, bəlkə bir gündən sonra, ən tez halda yarım gündən sonra sizin əlinizdə olur. Qarabağ Universitetinin əsas üstünlüyü buradadır ki, gördünüz kitabları tələbələr götürür, gedirlər şəxsiyyət vəsiyyəsilə qısa bir müddətdə 2 dəqiqə çəkmir, qeydiyyatdan keçirlər və öz kitablarını çox rahatlıqla oxuya bilirlər. Bu birinci üstünlük. İkinci üstünlük burada tarixi qaynaqlar daha çoxdur. Təbii indi mən deməyəcəm, siz özünüz vurğuladınız. Kifayət qədər vaxtı ikən məndə olmuş və hal-hazırda burada olan və demək olar ki, bəlkə də başqa universitetlərin kitabxanalarında varmı, yoxmu, bəlkə mərkəzi kitabxanada vardır, olan kitablar vardır. Bu da önəmlidir, amma axı Qarabağ Universiteti cəmi 2 ildir, heç 2 il də tam deyil. Elə ona görə mən düşünürəm, bəli, mən düşünürəm ki, bizim bəlkə bir 5 illiyimizdə daha fərqli şeylər danışacağıq. Bəlkə də artıq bizə lazım olan o əlyazmalar və s. və ilə axır kimlərsə, çünki hər kəs dəstək olmağa çalışır. Çox sağ olun. Mən təklif eləyərdim ki, biraz çıxaq. Əgər sizin üçün hava şəraiti uyğunsa, məncə də öyrəşmisiniz artıq. Bəli. Bütün bu prosesi Bayram müəllim, sizin yaşadığınız o hissləri istəyirəm bizim üçün danışasınız bir daha. Qaydaq həm keçmişə, həm bu günə. Amma gərək ki, biz bu söhbəti elə Qarabağın mənzərəsində eləyək. Yəni, ən gözəl məncə oldu. O qədər gözəl məqama toxunursunuz ki, çünki mənə o, bilirsiniz necə, apardınız ümumiyyətlə oktyabr ayına. Heç unutmuram, maşınla gedirdik, taksi idi. Və mən ağlımda belə bir fikir var ki, bilirsiniz, əvvəl Ağdamda planlamışdı da bura universitet. Məndə belə bir fikir var idi ki, görürsən bu Xankəndidə açıla bilərmi və açılsa mən orada nə dərəcədə ola bilərəm. İnanın, radio açılır və sürücü radionu açır və o radioda bizim cənab prezidentin Qarabağ Universitetinin yaradılması ilə bağlı fərmanı oxunur. Fərmanı oxunur. Və mən o an qərara gəldim ki, madəm ki mən bu ağlımdan keçirdi və bu eyni anda baş verdi, mən orada olmalıyam. Və gözlədim ki, struktur, bilirsiniz, strukturu müəyyənləşdirildi, maliyyə vasitəsi və s. Sonra artıq seçimlərə başlanıldı. Mən qərara gəldim ki, çünki mən çox sevdiyim bir şeydir, müəllimlik. Bu dünyada ən çox sevdiyim və ən çox olmağını istədiyim müəllimlikdir. Yəni, nə qədər vəzifə təklif olunub, mən yox demişəm. Çünki mənim üçün önəmli məsələ, ən böyük vəzifə elə müəllimlikdir. Ən böyük vəzifə. Bəli. Və CV-ni verdim və onun səhərsi günü artıq mənə, çünki az-çox tanıyırdılar, zəng elədilər və həm artıq mən Qarabağ Universitetinin əməkdaşı idim. İlk dəfədən bəlli idi ki, artıq hər şey... Amma müəllim, böyük bir şeyləri qoyub gəlmişsiniz. Baxın, uzun illər Bakıda yaşamısınız. Hətta mən deyərdim ki, siz bir çox Bakılıdan daha çox Bakını sevən, Bakıya böyük bir məhəbbəti olan, o Bakının küçələrini, hər qarışını araşdıran, yazan bir adam və ən əsas məsələni də biz izləyicilərimizə deyək, mən lap o görüntüləri alıb sizdən təqdim də eləyərəm. Sizin eviniz bir xəzinə idi. Siz əslində bir xəzinənin içində yaşayırdınız. Bəli. Orada yüzlərlə nadir kitab və siz 5000-ə yaxın nadir kitab və siz o kitabları, o evi, o şəraiti, hər şeyi qoydunuz və gəldiniz bura. Amma mən bir daha o şeyə qayıtmaq istəyirəm. Yəni Qarabağa gəlmək sanki
bir borcu ödəməkdir, yoxsa yenidən yeni tarixin yazıldığı yerdə həmən yazılan tarixi daha dərindən, daha diqqətlə çatdırmaq? Hə, çox gözəl bir sualdır. Bu həm burada iki məqam var. Həm bilirsiniz biz kifayət qədər 3000-dən artıq şəhid vermişik. Bəli. Onların aldığı torpaqdayıq. Mən ilk Qarabağa gələnlərdən biriyəm. Azıq mağarasına da ilk gedənlərdən biriyəm. Yəni Qarabağı indi daha rahatdır görmək. O dövrdəki dağıntılar, o Füzulinin dağıntıları siz də gözəl bilirsiniz. Bunu görmək o qədər də asan məsələ deyildi. Və bunun qurulduğunu görmək. Və bu qurulma, bilirsiniz, tarixdə Yapon möcüzəsi deyə bir qavram var. Mənə gəlir ki, bundan sonra Qarabağ möcüzəsi deyəcəklər. Çünki dünyanın heç bir ölkəsində belə bir möcüzə yoxdur. Ki, qısa bir müddət ərzində bir universitet qurulsun, biz öz universitetimiz kontekstində deyirik də, və bir region qısa bir müddət ərzində qurulsun. Siz hər dəfə bir Xankəndiyə gələndə, hələ burada, necə dəyişikliklər görürsünüz? Bəli, çox böyük dəyişikliklər. Xankəndi gələndə belə deyildi. Xankəndi ermənilər baxmamışdılar. Xankəndi çox qərib vəziyyətdə idi. Xankəndi sanki kimsəsiz kimi idi, başa düşürsünüz. İndi daha çox canlanır. Daha çox belə deyək də, o sanki torpağın deyir belə bir şey var. Torpaq öz yiyəsini tanıyır və tanıyanda o effekti də ona görə verir. Ki, yəni həm o bitkilərini cücərməsi olsun ya rəngarəng olması olsun, öz torpağını tanıdığına görə bütün bu məqamlar və eyni zamanda bu prosesi canlı görmək. Bir tarixçinin, mənə gəlir ki, hər kəs burada olmaq istəyir. Bəli, böyük tarixçilərin bir sözü var. İndi siz dediniz, o yadıma düşdü. Onlar deyirlər ki, biz qədim dövr tarixini daha ciddi şəkildə, daha emosional oxucuya çatdırmaq üçün döyüşün, hadisənin baş verdiyi yerə gedirik. Gözümüzü yumub o ərazini təsəvvür edirik və orada yazırıq. Sanki sizin elədiyiniz, seçdiyiniz qərarda bir növ yeni tarixi yazmaq üçün, hətta bəlkə də qədim tarixi yeni nəfəslə yazmaq üçün. Eyni qərar. Canlı şahidi olmaq, indi təbii ki, hələ tezdir, bəlkə bir 20 ildən, 30 ildən sonra bunu xatirə şəklində istəyirəm qalsın. Burada gördüklərim və eyni zamanda bu proseslər, Vətən müharibəsi dönəmi və s. və ilə axır. Ki, sonradan bir 200 il sonraki insan da tarixi qaynaq kimi bu memuardan istifadə eləsinlər. Bura mən görməli idim, burada olmalıydım, burada yaşamalıydım. Burada olmaq, bilirsiniz, insana qürur və həmişə sər-sər oyanıram və deyirəm ki, görəsən, yuxu deyil ki bu. Xankəndi, həmişə biz deyirdik, yəni müqayisə eləyirdik, fikirləşirdik, təsəvvürümüzə gətirməyə çalışdığımız bir yerdə olmaq və fəaliyyət göstərmək. Və eyni zamanda o keyfiyyəti, hansı ki Bakıda olan keyfiyyəti eynin bəlkə də 2 qatı və 3 qatını bura tətbiq eləmək. Bu başqa bir duyğudur. Bunun hisslə ifadə olunması imkansızdır. Yəni bunu hisslə ifadə edə bilmərik. Çox təşəkkür edirəm. Yaxşı ki gəlmisiniz, yaxşı ki bizi də burada qonaq edirsiniz. Amma mən indi istəyirəm söhbətimizin bu yerində biraz sizin konkret ixtisasınıza yönələk. Çünki bura artıq sadəcə belə deyək də, bir tədris müəssisəsi deyil. Şuşa necə Azərbaycanın mənəvi paytaxtı idisə, bizə görə bugün Qarabağda, yəni Qarabağ Universiteti Azərbaycan elminin paytaxtına çevrilməkdədir. Və bu əsnada mən istəyirəm ki, biz biraz elə gəzintimizə də davam eləyərək elmimizdən danışaq, elmimizin, xüsusən tarix elminin mövcud problemlərindən danışaq və hal-hazırda xahiş edirəm, elə oradan başlayaq ki, siz bizə deyin və bildirin ki, bu gün Azərbaycan tarixşünaslığının qarşısında duran ən böyük problem nədən ibarətdir? Sizə bir neçə məqamı bildirmək istəyirəm bundan bağlı. Qarabağ Universitetinin mənə qatdığı ən böyük demək nüans nə idi bilirsiniz? Mən ən çox sevdiyim və mənim öz ixtisasım olan mənbəşünaslığı artıq o klassik o Sovetlərdən qalma proqramla yox, daha çox müasir, modern tətbiq olunan metodlardan istifadə edərək tədris edirəm. Artıq biz sadəcə uşaqlara mənbə adı öyrətmirik. Biz o mənbənin içərisində material varsa, həmin o materiallarla təhlil eləmə imkanlarını, şəraitini öyrədirsiniz. Sonra əgər bir abidə görmək lazımdırsa, Qarabağdır. O abidəyə gedir və oradakı abidənin təhlili. Məsələn, Qarabağda hansı abidələr var ki, siz o abidələrə daha çox uşaqları, belə deyək də, empirik tədqiqat üçün aparırsınız? Empirik tədqiqat üçün hələ ki, sadəcə bir yerə aparılıb, Şahbulağa aparılıb. Şahbulağa. Bu Ağdam tərəfdəki. Bəli, Ağdamda, Qarabağın ikinci mərkəzi. Amma önümüzdəki vaxtlarda biz daha maraqlı, çox təəssüf ki, deyə bilmirəm, çox maraqlı bir yerlər. Sirli saxlayırsınız? Bəli, çox
maraqlı bir yerlər fikirləşmişik ki, o tarixçilərə nəsə qatsın. Bilirsiniz necədir? Bir şey eləmək. Bir şey ona görə eləmək lazımdır ki, bu tarixçiyə nə qatacaq? Nə verəcək? Həqiqətən bir şey verəcəkmi? Bax, bayaqlarda mən sizə dedim, şifahi qaynaq mənası. Bizim dəstək oldu və bizim öz demək işçimiz hansı ki şahid idi. Biz oral history deyirik, oral sources deyirik. Yəni şifahi qaynaqlar. Bunu Azərbaycanda heç kəs eləmir. Şifahi qaynaqla işləmə metodlarını heç kəs öyrətmir. Amma burada Qarabağ Universitetində bu özə yerli sakinlər də bu tədris prosesinə cəlb olunublar. Bəli, bugünkü bizim Xankəndi sakini idi və 80-ci illər Xankəndisini görmüşdü və biz çox da gözəl bir müzakirə apardıq. Çox da maraqlı alındı. İndi keçək Müəllim, indi bilirsiniz nəyə keçək? Əsas dərdimizə keçək. Dərdimiz ondadır ki, sizin kimi gənc alimlər Azərbaycan tarixşünaslığına, Azərbaycan elminə nə qədər yeni nəfəs gətirməyə çalışsalar da, təəssüflər olsun ki, bu gün bir tarixsevər olaraq bu sözü deyirəm, Azərbaycan gəncliyi tarixi tarix kitablarından yox, seriallardan öyrənir. Və təəssüf ki, bu serialların da çoxu müxtəlif xarici ölkələrdə çıxır və orada Azərbaycan tarixi və tarixi şəxsiyyətləri ilə bağlı müxtəlif fikirlər səsləndirilir və bu fikirlər bir də görürük sosial şəbəkələrdə Azərbaycan gənclərinin beyninə düşür. Belə hallarla siz də yəqin ki, rastlaşmısınız. Rastlaşmısınızsa bu hansı hallardır? Mən xahiş eləyəcəyəm ki, lap açıq çağırışlar eləyin ki, bunu izləyin, bunu izləməyin. Məsələn, Türkiyədən özündə bu var ki, bəzi tarixçilər çıxdı, rəsmi mövqe ortaya qoydu ki, mən gənclərə, vətəndaşlara çağırış edirəm ki, bu filmi, bu serialı izləməyin. Buradan tarix öyrənmək olmaz. Varmı sizin də elə bir çağırışınız buradan səsləndirəsiniz və biz necə eləyək ki, həmən serialların yerini bugün kitablar alsın və yaxud da bizim sənədli filmlər alsın? Burada bir məsələ var ki, ümumiyyətlə dənki Türkiyədə, ümumiyyətlə dünyada və Netflix daxil olmaqla tarixi filmlərin çəkilişində böyük qüsurlar var. Təbii, Netflix biraz sənədli kontekstdə götürür, o ayrı, amma ümumiyyətlə serial şəklində olan filmlərdə, məsələn, bir Mehmetlə bağlı bir serial çəkilmişdi kanalların birində. 6 sezon gedib, Mehmet yox, Orxan, Osmanla bağlı. Quruluş Osman isə. 6 sezon gedib və 6 sezonda məlum olub ki, bir dənə də olsun tarixi fakt yoxdur. Sizcə, necə biz deyə bilərik ki, kimsə baxsın və bundan tarixi öyrənsin? Bəzən mən, təbii, səbrim çatmaz baxmağa da, amma mənə atırlar o reelslərindən və s. Baxıram, deyirəm, görəsən mənim araşdırdığım, çünki mənim işim qaynaqdır da, yəni Osmanlı mənbəsi, Səfəvi mənbəsi, fars dili mənbələr, türk dili, ərəb dili, onun özü orijinalını oxumağı bacaran biriyəm, yəni səyahətnamələri olsun və yaxud da və s. və ilə axır. Deyirəm, görəsən mənim işlədiyim mənbədəki faktlar budurmu yoxsa yox? Təbii ki, heç bir tövsiyə eləməzdir, mümkün deyil. Ümumiyyətlə, heç birini tövsiyə eləmir. Qəti surətdə heç bir seriala. Azərbaycanda bəs Azərbaycan tarixi ilə bağlı konkret qüsurları aşkar elədiyiniz konkret seriallar varmı? Yəni, məsələn, bu serialda Azərbaycan tarixi və tarixi şəxsiyyətlərlə bağlı faktlar təxrif olunub deyə biləcəyiniz. İstəmirəm, çəkib eləyək. Yox, qorxdum. Yox, aydın məsələdir. Sadəcə olaraq, məsələn, bir serial üzərində Möhtəşəm Yüzyılda Təhmasib o qədər belə deyək də, qaramsar, ondan sonra düzgün geyinməyən, ümumiyyətlə Səfəvilərdə rəngarəng şərab düşkünü və biraz oyunbaz, əksinə baxsaq, bir fakt deyəcəm. Səfəvidə bütün dövlət orqanlarında çalışanlar türkdür, yəni Azərbaycanlıdır. Bu da bir reallıqdır ki, son dövrlər Azərbaycan gəncləri nəinki tarixə həvəs göstərir, daha çox tarixdən qaçırlar. Bunun başqa səbəbləri də var. Dövr də dəyişir, insanların yanaşması, süni intellekt və s. Amma eyni zamanda ortada bir reallıq da var ki, sanki Azərbaycan gənclərində də belə bir əhval-ruhiyyə var ki, olsa tarix durmadan dəyişdirilən məlumatlar toplusudur. Bu sanki bizim gənclərə aşılanıb. Siz bu aşılanan fikirdə Sovet tarixşünaslığının rolunu necə qiymətləndirirsiniz və biz ümumiyyətlə necə o Sovet tarixşünaslığını Azərbaycan tarixşünaslığından tamamilə silib ata bilərik onların izlərini? Bunun yolu nədədir? Baxın, çox maraqlı bir məqama toxundunuz. Çünki indi gənclərimizin çoxu tarixi sevmir. Bəli. Sovetlər imperiyası elə bir imperiyadır ki, insanın psixologiyası ilə oynayıb və istəsə hər hansı bir tərəfə nifrət yaratmaq, istəsə özünə qarşı sevgi yaratmaq psixoloji oyunlarından istifadə eləyəcək qədər çox dərin elmi siyasət üzərində qurulmuşdur. Və onlar üçün nə lazım idi? Azərbaycanlılar öz tarixlərini bilməsinlər. Bunun üçün nə etmək olar? Tarixi necə çətinləşdirmək olar?
gərəksiz terminologiyalardan istifadə eləmək, amma ən əsası indi də bizim sağalmaz yaramız olan xronologiyaları önə çəkmək. Biz baxsaq indi bizim dərsliklərdə də ümumiyyətlə tarix deyəndə insanlarda elə belə təsəvvür yaranır ki, bu sadəcə olaraq illər, xronologiyalar, döyüşlər, müqavilələr və s. bu kimi şeydir. Halbuki mən birinci bizim tarixçilərə də deyirəm, uşaqlar, bizim işimiz bilirsiniz nədir? O dövrün həyatını bərpa eləmək. Nə vaxt ki, bizim kitablar və eyni zamanda yazılan kitablar xronologiya əsaslı deyil, mahiyyət əsaslı yazılacaq, onda gəncləri qınamaq lazım deyil. Ona görə də siz mahiyyət əsası yazılması lazım. Belə çıxır sözünüzdən ki, bugünkü dərsliklərimizin də biraz formatı dəyişməlidir. Dəyişilməlidir, çünki dərsliklərdə daha çox təbii əmək var. Bunu biz birincisi bunu deməliyik. Xeyli də islahatlar var, dəyişimlər dəyişimlər var. Yazmaq o qədər də asan məsələ deyil. Özüm 4 kitab müəllifi olaraq birini deyirəm sizə. Hələ dərslik çox məsuliyyətli bir işdir. Amma məsələ bu dərslik yazanlarda deyil. Bizim tarix konsepsiyamız dəyişilməlidir. Azərbaycan tarixi konsepsiyası dəyişilməlidir ki, konkret nəyi nəzərdə tutursunuz konsepsiya dəyişilməsində? Məsələn, konsepsiyanın bir tərəfi ondan ibarətdir ki, biz belə deyək də daha çox savaşları, müharibələri, müqavilələri deyil, hadisələrin mahiyyətini. Bu hadisə məsələn həmişə kitablarda belə bir şey gedər. Sultan Süleymanın birinci yürüşü, məncə sizin ikinci yürüşü, üçüncü yürüşü, dördüncü yürüşü. Bunu bu formada verməkdənsə, niyə görə bu dəfə daha çox Sultan Süleyman bura hücum eləmişdi və niyə görə Amasyanı bağlamağa məcbur oldu? Bax, o niyə sualı insanın beyninə veriləndə artıq istər-istəməz tarixə də maraq olur və s. və ilə axır. Bir də ki, biz daha çox sanki insanlar savaşıb, müqavilə bağlayıb quru bir həyat yaşayırmışlar kimi görsən. Amma lazımdır ki, bunu göstərmək, bunlar da insan idilər, bunlar da yeyirdilər, bunlar da içirdilər. Məsələn, 50-dən artıq plov növü var Səfəvilər dövründə. Amma az araşdırılıb. Çox az araşdırılıb. Bəli, qara rəngdə plov var, qırmızı rəngdə, yaşıl rəngdə, mavi rəngdə plovlar var və bunların hamısının reseptləri var. Yəni, belə deyək ki, itib batmış bir miniatürlərdə də qorunub saxlanılır. Hələ də dünya tarixi, Orta Çağ Azərbaycan tarixini İran tarixi kimi yazır. Bu bizim milli problemimizdir. Bu problem niyə var? Yəni biz bir müstəqil dövlətik, bu ərazilər Azərbaycan əraziləridir, amma Orta Çağ tarixi bizi ilə bağlı bütün faktlar İran tarixi, İran bölgəsi, İran adı ilə hallanır. Maraqlı məqama toxundunuz yenə Persiya məsələsi, çünki Persiya deyirlər onlar. Əslində Persiya İran deyil. Persiya Haxamanış imperiyasının əski adıdır. Yunanistandan gələn bir adıdır. Bilirsiniz, biz 19-cu əsrdə Avropaya bilirsiniz nə deyirdik? Frəngistan deyirdik. Bəli, Frəngistan. Yəni Frank dövlətinin adı deyirdik. Onlar da bu bölgəni ən böyük tanıdıqları ən böyük imperiyanın adı ilə, yəni Persiya. Yəni biz qabaq Əhəməni dedik, indi Haxamanışdır. Bu imperiyanın adı ilə bağlayırlar. Onlar da antik tarixi, coğrafi ədəbiyyatlardan istifadə edildiklərinə görə bu bölgəni istər-istəməz həmin o coğrafiyanın adı ilə bildirirlər. Bu çox təəssüf ki, indi də yanlışmı desəz, bəli, modern tarixçilikdə bu yanlışdır. Mənim özümün də bir neçə məqalələrim vardır. Bu sadəcə mənlə olan iş deyil. Bunu artıq biz bir konsepsiyanın bir parçası olmalıdır. Bununla necə mübarizə aparılmalıdır? Çünki siz deyirsiniz ki, məsələn, mən lap klassik dövrdən yazan klassik yazarları demirəm, amma müasir dövrdə klassik dövrdən yazan və klassik mənbələr əsasında yazan tarixçilərin də kitablarını oxuyuram. Çox rahatlıqla Ermənistanın adının xəritələrdə yerini göstərirlər Azərbaycandan. Bəli, Azərbaycanla bağlı heç bir yoxdur. Sanki antik dövrdə, Ellin dövründə, yəni Azərbaycan ümumiyyətlə yer üzündə olmayıbdır. Sadəcə Ermənistan olub bu bölgədə. Bu nəyə yanaşmadır? Bu yanaşmanı necə həll eləmək olar? Bu yanaşmanın əsas səbəbi xristian təəssübkeşliyidir. Bəli, təəssübkeşliyi və ya da birliyi desək və s. Ümumiyyətlə, burada bir nümunə deyim sizə. Marco Polo gəlir Təbrizə, Təbriz əhalisi haqqında yazmaqdansa yazır ki, Təbriz haqqında 3-4 cümlə var və o 3-4 cümlədən biri odur ki, burada erməni kilsəsi var idi. Və bunu Marco Polo yazır. Məncə aydındır nəyə görə. Halbuki bütün qaynaqlara açın, baxın. Mənim də bir neçə məqaləm var. Bartoldun belə kitabını oxuyuruq. Bizim Elxanilər dövlətini İran Hunları, nə bilim filan yazır. Bəli. Məsələ burasındadır ki, açıq ərəb mənbələrini, fars qaynaqlarını, erməni qaynaqlarının özünü, gürcü qaynaqlarını, burada İran qavramı demək olar ki, rast gəlinmir. Burada həmişə Azərbaycan var. Adi ən bəsit, həmişə deyirlər, Səfəvi görəsən haranın dövlətidir. Müxtəlif Səfəvi qaynaqları, Osmanlı qaynaqları da deyir ki, Azərbaycana daxil oldu və Azərbaycan taxtında oturdu. Söhbət Səfəvilərin yaranmasından gedir. Şah İsmail ilə bağlı deyəndə.
Yəni bu İran dövləti olsa, yəni ya Persiya və s. olsa, bunu ya İran taxtında oturdu kimi verilə bilər. Yəni ki, başa düşürsüz? Bunu bizim lazımdır ki, bir məqalə şəklində xaricə təqdim eləmək və bu bir nəfərlə işi deyil. Mənim məqaləm Təbrizdə də o eyni məqalə. Hansı ki, İran yoxdur, Əcəm var, Persiya var. Hansı ki, Azərbaycan hardan başlayır, harda qutarır və mənbələrlə təsdiq olunmuş şəkildə. Bu Təbrizdə də çıxıb, Türkiyədə də çıxıb, indi xaricdə də planlaşdırıram o daha İngilis demək ədəbiyyatına da çıxsın, amma bu bir nəfərin olacaq işi deyil. Tarix can yandırılası elmdir. Tarixə bilirsiniz necədir? Bir kimiyaya yanaşılan kimi yanaşmaq olmaz. Düzdür, tarix pafosu sevməz, amma tarixlə gərək aşiq olaraq tarix yazasan ki, sən o istədiyin nəticəni ala biləsən. Bir çox kolleqalarınız sizi Süleyman Əliyarlının varisi kimi görürlər, davamçısı kimi görürlər. Elə bilin ki, Süleyman müəllim bu sözlərinizi eşidəcək və indi buradan, bax, Azərbaycan tarixinin yenidən yazıldığı yerdən, Qarabağdan, Xankəndidən Süleyman müəllimə nə demək istərdiniz? Demək istəyərdim ki, mən xoşbəxtəm. Mən aid olduğum yerdəyəm və mənim hal-hazırda bütün demək olar ki, arzularım həyata keçib. Onun istədiyi yerdəyəm, onun istədiyi səviyyədəyəm, onun istədiyi, görmək istədiyi Bayramquliyəm. Yaxşı ki, o var idi, yaxşı ki, məni yetişdirdi, yaxşı ki, bugün var həqiqətən də. Çox sağ olun. Mən təşəkkür edirəm. Amma deyəsən artıq sizin dərsinizin vaxtıdır. Dərsimizin vaxtıdır. Biz icazənizlə qalxaq. Sizin dərs prosesinizdən də çox bir-iki uşaqları, demək, tələbələri narahat eləmədən bir-iki mənzərənin şahidi olaq, bir-iki kadr çəkək. Ondan sonra biz sizlə axşam yenə inşallah bir yerdə görüşəcəyik, həm söhbət olacaq. Dəyərli söhbət idi. Çox sağ olun müəllim, minnətdarım. Xoş oldu. Həqiqətən də o qədər çox problem var, o qədər çox məsələ var, o qədər çox uğur var, o qədər çox insanı sevindirən məqam var və bunların insanlarla paylaşılması ki, mən ən çox sevdiyim şeydir, insanlarla paylaşmaq.